Biraz yaxın oturun. Səidə indi sizi bombalayır ha. İndi sizi bombalayır. Buydu bunun sözünə etibar edib deyirdiniz ki, Səidə nə deyir, düz deyir, falan bəşmən, ha, nə bilim o, bu. Məcburi köçkün evə girdik, falan bəşmən. Ha? Buydu. Arxanızda duran adam buydu sizin. Yəni arxasına durduğunuz adam buydu. Bunu dəstəkləyirdiniz. Ha? Yusuf hoş geldin. Necəsən? Gəl buraya, gəl buraya. Hələ burada kasetlər var ya. Burada aləm də bir-birinə canım üçün İranzad gündəmdən çıxacaq. Qulaq. Mən heç vaxt elə kimləsə bağlı çox video çəkməmişəm ki, filan kəs mən filan şey dedi. Sizlə bağlı bir-iki dəfə cavab video çəkdim. Niyə? Çünki siz də publik şəxssiz. Rəqsanə İsmailova özünə xas tanınan bir sima və mən də özümə görə və mən özümlə bağlı o fikirləri belə eləyəndə mən dedim, axı mən təhdid falan eləmədim. Mən həqiqətən sizə yaraşdırmadım o deyimi, indi də deyirəm. O söyüşü yazan atbloka. Başladı həmin vaxtı. Mən onu özə dedim ki, aha. Dedi, yox, sənə bir dəqiqə dostlar. Burada ikinci videoya baxaq. Salam Yusuf, salam. Gəl. Mən sonradandan dedilər, mən gittim, baxdım ki, siz Aydın haqqında danışmışsınız, Röyan haqqında danışmışsınız. Mən çox və ümumiyyətlə o vaxtda heç TikTok filan yox idi, sosial şəbəkə elə deyildi, bir Facebook vardı. Mən o vaxtı belə yazmışdım ki, xalq artistimiz belə olandan sonra başqalarından nə gözləyim, onda bir şəkil vardı. Nə demək istəyirəm? Bilirəm ki, sizin haqqınızda o dar qəfəsə düşəndə danışdığımı da bilirsiniz. Dar qəfəsə düşəndə bilsən nə demişdi? Demiş ki, Rəqsanə cinayət edib, qızı niyə müraciət edir? Nə eləsə belə, bir övladın borcudur ki, son damla qanına qədər doğmasını oradan çıxarsın. Türmədə olanda görün necə danışırdı. İndi YouTube'dan tapacam onları. Tapacam bir-bir. İndi necə danışır? Gör nə deyir, necə demişəm. Mən bunun birisini niyə paylaşıram? Deyir ki, özü özünə eləyəni el yığılsa eləməz. Səidə Bəkir qızı Azərbaycan cəmiyyətinin qabağında özünü elə bir vəziyyətə qoyub ki, artıq cəmiyyət onu yaxşı tanıyır. Burada var idi, yazırdılar Səidə ürəkdir, Səidə böyrəkdir, nə bilmə. Artıq o adamların çoxu yoxdur. Bir Sumqayıt vardı, hem Sumqayıt belə bir profil vardı, daim onun tərəfi nə idi? İndi onu asır kəsir, gör tanıdığımız nə qədər adamlar var o. Rəqsanənin məsələsinə gəlməm, mən Rəqsanəni o qədər qanamıram. Rəqsanə çünki təzdən həbsə düşmək istəməz. Qətiyyən düşmək istəməz. Danışacağım qiymət artımından, narahat olma. Məncə burada Rəqsanə şantajla gəlib ora. Məncə, qulaqsın bir dəqiqə. Xüsusi vurğulayıram. Aysun xanım çox ağıllıdır. Mənə görə, mən görməmişəm Aysun həyatda. Xüsusi simpatiyam var o xanıma. Çox sevirəm. Mən bugün bunu deyirəm ki, deyirəmsə, siz sabah haradasa ki, Aysun nə oxur deyə məndən eşidə bilməzsiniz, mümkün deyil bu. Ona görə yəni, insanın bir siması. Onda demişdim ki, belə bir fakta görə prezidentə müraciət eləmək olmaz. 2 dəfə də demişəm ki, Allah Rəqsanə xanımın da qapısını açsın. Ümumiyyətlə Azərbaycan qadınlardan yolu oradan düşməsin, amma həyat da bilmək olmaz. Sabah mən maşınla gedərəm bir qəza törədərəm, mən cavab verməliyəm. Bəli, mən cavab verməliyəm qanun qarşısında. Heç kimin nə qaşına, nə gözünə, nə də kimin qızıdır deyə bir baxış yoxdur bizim hamımız qarşısında. Yəni boynumuz qıldan incəlir məsələsi. Onda da şərhimi verəndə sadəcə bu məsələ üçün prezidentə müraciət etməzdim, anam da olsa demişdim. Bəli, deyirəm. Amma verilişdə də dedim. Getdim evə, dedim ki, çox səhv elədin sən o mövzuda, elə bir mövqe bildirdin, mənim qızım universitet tələbəsidir. Deyir ki, Rəqsanəni mən balalarına görə bağışlamışam. Sən Rəqsanənin türmədən təzə çıxdığına görə, sən bilirsən Rəqsanə hansı şərtlərlə həbs olunmuşdu. Əgər onu bağışlamamsansa, xəstə övlada görə boş şeydir. Boş danışma. Hamı bilir ki, ölkənin yarısı bilir ki, Rəqsanənin uşaqlarının biri problemlidir. Bunu bilməyən adam yoxdur. Sən necə jurnalistsən? Bunu ölkədə şuurdaşıyanlar da bilir. Sən bilmirsən Rəqsanənin uşağı xəstədir. Və sən bilmirsən ki, Rəqsanə həbs olunması necə oldu, nə cür oldu, kimlərin şikayət əsasında oldu, bilmirsən onu. Sən bunu çox yaxşı bilirsən, deməyib yox. Sən onu çox yaxşı bilirsən Rəqsanə niyə həbs olundu. Necə həbs olundu? Rəhli edərsən biraz. Deyir ki, mən Rəqsanəyə uşağına yazığım gəldi. Uşağına yazığın gəlirdi. Mən bir dəfə də olsun, mən bundan keçmərəm deyə bir şey yoxdur. Mən həyatda bir şey demişəm. Sosial şəbəkələrdə mənə söyləyən adamla naçiyəm üzrə gəlsəm keçmərəm. Buna əminliklə deyirəm. Keçmərəm. Bağışlamaram o adamı. Bunu altın dizərək deyirəm. Amma başqa o qədər mənim özümlə dalaşanlar var.
məni vuran adamla var, bağışlayaramla, barışaramla, bir yerdə yayın açaramla. Amma sosial şəbəkədə mənlə bağlı yayın açıb əxlaqsız formada söyüşləyən adamın heç bir halda bağışlamaram. Və bunu sözümü deyirəm. Qulaq asın buna. Dedim niyə? Dedi ki, hamı anası üçün eləyərdi, Aysun da anası üçün elədi. Dedim ki, amma mən sənə deyirəm, amma mənim belə bir şeyim olsa, heç vaxt müraciət eləmə. Dedi, birinci müraciət eləyərəm həmin dəqiqə. Çünki dedi, hamı anası üçün eləyər. Aysunun müraciət eləməyi, mən indi o vaxtlarda mən özüm görməmişəm də, onu mən sonradan onu izlədim. Mənim evdəki körpə balaca uşaqlarım var, bəli, və onlar heç vaxt məndən ayrı qalmayıblar. Neçə yaşları var onların? Birinin 5 yaşı var, birinin 6 yaşı. Allah saxlasın, çox sağ olun, Allah sizinlə bağlarsın. Onlar heç vaxt məndən ayrı qalmayıblar və onlar 3 ay boyunca Moskvada müharibə gedir, təyyarələr bağlanıb. Bəs mama həmişə bizlə görüntülü danışırdı axı. Biz mamanı görüntülü görürdük axı. İndi görürük. Toydadır, internetdən kəsilibdir. Yəni Aysun deyir, artıq mən onlara söz tapamırdım mama deməyə. Çünki mən telefonlarımı da qalmışdı qızımda və mama deyir, birdən gəldilər telefonları gördülər, deyirlər ki, sən bizi aldadırsan, bu mamamın telefonlarıdır. Dedim ki, yox, mənimdir, yox, yalan danışma, mamamın telefonlarıdır. Və ona görə Aysun məcbur qalıb müraciət Yox, mən yenə də deyirəm, baxın, onlar... Rəqsanə xanım burada yalan danışır. Çünki Aysun elə Rəqsanın həbs olunduğunu səhərsi gün müraciət eləmişdi. Yəni, tarixi burada ya bilərəkdən, ya bilmərəkdən. Yenə deyirəm, Rəqsanənin burada bir üzünə baxın. Rəqsanə burada əzab çəkir. And olsun Allah əzab çəkir. Rəqsanə imkan olsa, deyər ki, məni bura paşda zorla gəlmişəm. Siz niyə? Rəqsanə bilir ki, Səidə onunla bağlı iddialar qaldısa və Səidənin iddiaları təmin olunacaq. Birlikdə Səidənin də belə deyək də, arxasında duran güclər var. İndi dəqiq bilməsək də təxmin edə bilirik kimlərdir duran. Yəni, həbs olunacağından bir daha qorxur. İran vuran Alaçatdan qorxar məsələsi. Mən burada Rəqsanənin əzablarına azıyıram. Adam zorla gəlib bura. Məcburiyyətdən gəlib adam bura. Çünki görürdüyün arada deyir ki, mən onu hələ bağışlamamışam. Mən bağışlamışam demişəm. Bu hamısı insanı şantaj altında saxlamaqdır. Şantaj altında. Biz uşaq deyil ya. Mən 2005-ci ildən ictimai siyasi prosesləri çox yaxından izləyirəm. İnsanın bədən dili deyilən bir şey var ha. İzləyin. Səidə sırf aktyor kimi danışır. Yusuf necəsən? Qoş necəsən? Həqiqətən də Səidə jurnalistikanı yox. Şunu gəzirməyi yox. Və əgər Səidə aktrisalığı seçsəydi, sizə əmin eləyirəm ki, Oscar mükafat alardı. Oscarlıq alardı. Orada deyirək, qızım mənə bunu dedi, nə bilim, mən oradan... Adam deyir ki, mən Fazili təhqir eləməmişəm. Yəni, adam bu qədər. Yəni, mənim üçün insan efirdə, indi bir o var, efir olmaya başqa da danışırsan. Efirdə 200'ü danışırsa, adam iki başlı oynuyorsa o mənim üçün həyasızdır, kim olur olsun. Həyasız da, ha, kim olur olsun. Əgər bir adam efirdə ikili oynuyorsa və gözün içinə baxa-baxa səni təhqir edib deyirsə, təhqir eləməmişəm. Məncə bu adam həyasızdır, başqa bir şey deyil. Və buradan yazırlar ki, xanıma qarşı savaşırsınız. Nə xanım, xanım deyil, o güclü, bizdən güclüdür o. Sosial şəbəkəni qaldırmışdı bir ara üstümüzə, cəmiyyət də bunu yaxşı tanımırdı. Amma indi tanıyırlar. Xoşba bunun ətrafında olan, bunu dəstək verənlərin 95% qasıb yoxdur. Gəlsinlər, çıxsınlar bura, 95% yoxdur. Şikayət atmayın, boş şeydir, atsan da xeyri yoxdur. Başqa səhifəm var, yarım saatdan sonra o biri açılır, onunla gələcəm. Dostlar, 12'ye qalmış o biri səhifəmdən gələ biləcəm. Orada o biri səhifədən canına sınacaq, əgər bunu vursalar. Bunu vurdular, canını düşür. Xahiş edirəm, ekranı bəyənin. Səfər, dona geçsin, Səfər. Dona geçsin. Həm də sən də başına gəlsəydin, eləyərdim. Ora... Səfər, kayı gəlin, Səfər. Çox şəkil. Nə? Hayır, Necə? elə çayın tüsü düşməsin, spama gedəcək. Nə düşməsin? Çayın tüsü elə düşməsin, çayın tüsü. Çayın niyə? Hayır, spama gedəcək, elə düşməsin. Aman gedəndə deyir. Buy, mən hər gün Allah- çay içirəm, o nə deməkdir? Vallahi həqiqi deyirəm. Tamam. Yaxşı. Deyir, Xoşqədəmə deyir sözdür. Deyir ki, Səidə ilə nə işin var? Günah, Səidənin günahı nədir? Buy. Xoş şeyin,
Fatma Gülün susuna. Ay qardaş, jurnalist oldu olmadı. Söhbət burada jurnalistikadan getmir. Söhbət burada adamın ikili oynamasından gedir. Ay Yusuf, sənin əlində başqa telefon var? Yox abi, yoxdur. İkoş, səninlə var İkoş. Orada Səidənin Fazili təhqir elədiyi videonu YouTube'dan tap, tez. Sən telefon ver mənə, gözlə. Zəhmət olmasın. Deyirəm. Aha. Allah, o biz bəzən deyirik, düşmənimin də yolunu ora salmasın. Orada Bəzən çox elə qanunlar şeylər var. ki, Yəni həqiqətən- mən ona Evet. tək deyildim. Orada mən 4000-ə yaxın insan var idi. Hamısı qadın deyil amma. Dostlar, xahiş edirəm ekran Amma bəyənin. bir sənət adamının və işdə, gücdə, evdə, Tanınan eşikdə simanında həm də birdən gedib elə bir ki mən inanırsınız orada gedən günü səhərsi sənə analizlər götürülür də mənim ümumiyyətlə damarlarım yoxdur, çox çətin tapılır. Bunu dinən anama danışmışam. İlk dəfə mi danışırsınız efirdə? Orada təsəvvür edin ki, mən onlar damarıma nətər mən düşün, analiz götürüblərsə, mən onu hiss eləməmişəm. Həqiqi söylüm, heç hiss eləməmişəm. Birdən dedilər ki, şu damardan da qanı aldılar və mən dilim qutardı, yəni belə baxa-baxa qaldım. Çünki mən o qədər belə qorxuram da iynə damarımı vurulanda. Çox zəifdir mənim damarlarım. Deyirəm ola bilməz. Deyir, valla qutardı. Bir də bilsin necə, mən elə təsəvvür edirdim ki, mən hansısa bir kinoya çəkdirəm. Həm də yuxu kimi gəlir adama belə. Həbə belə hansısa bir kinoya çəkdirəm. Tapdın İkoş. Tapmadın, sözümü tapın. Bilirsiniz nə dostlar? Demir mən Fazili təhqir eləməmişəm. Mən tapım da o video şeyi. Qardaş, Sən bu YouTube'un adamın harada, YouTube'un atın. Səfər, bunun Saat bildiğin qarşısında psixolojik çözürəm. problemi var ha. Konkret Necə? var. Yəni bildiğin Səidənin psixoloji problemi var. Allah'ın Onu dostu düşünürəm. psixolog. Yəni adam Vallahi ya. Las Hitler hansısa bir tədbirdə Hitlerə sual verirlər ki, məsələn deyirəm də bizdə deyək də, Xocalı rayonu Cəmilli kəndi belə. O kənddə niyə Yahudiləri bombalayırsınız? Belə baxır deyir ki, bizdə ümumiyyətlə belə bir kənd yoxdur. YouTube'a gir vermə bir dəqiqə, YouTube'a. Çıxanda da deyirlər, deyir bizdə elə bir kənd yoxdur, ümumiyyətlə yoxdur. Hansı ki belə bir halda mövcuddur, fakt ki, bu o kəndi bombalayıb yerlə bir eləyib. Köməkçi deyir ki, cənab, siz niyə o boyda yalan danışırsınız? Axı bizdə o kənd var və biz o kəndi qırmışıq. Deyir, hətta yalanı o səviyyədə danış ki, ona inanmamaq mümkün olmasın. Məsələn, necə? Yusuf'la üzrə dururam, deyirəm, mən Səfər deyiləm. Özündə yaxud da mən deyirəm ki, mənim adım Səfər deyil və yaxud da bu konfet deyil. Yusuf fikirləşir ki, yəni Səfər bu qədər yalan danışa bilər. Məcburiyyətdən inanmağa məcbursan ki, inanın. Yəni bu adam yalanın ən ucuz formasını danışır da, ucuz forması. Deyir, mən orada pis mənada deməmişəm ki, rəqsanə. Onu da tap, o rəqsanə video YouTube vermə bir dəqiqə. Mən vermə, özüm yazdım, vermə. Nə yazsaq çıxar? Rus dilində çıxar, bunu Türkçe dilində. Rus dili bilirsən sən, qoymuşsan Rus dilinə. Sən Allah ver, öz dilini işləməli bilmirsən sən. Dostum gildə. Türk dilində. Mənə ver, Rus dilində dayı. Onu Deyən görün. Yaz bura yaz. Səidə yox, Səidə Bəkir qızının rəqsanə. Səidə Bəkir qızının və rəqsanə yaz çıxacaq. Deməli, Abi o biri telefonla təsəvvür edin ki, bir olmalıydı. deyir ki, qulaq nə var sənin səhifəndə o? Ha bir dənə bax. O biri telefonla Dostlar. bax. Baxın. Dən. Bir dəqiqə. Sadənin mənəm, belə eləyərəm, qoyaram, çıxardaram. Fikirlə bilirsiniz niyə haqq qazandırdım? Çünki rəqsani sınavlara həbsdən çıxan günün səhərsi. Onu Space TV Tolik çağırdı. O bir gün başqa televiziya, o bir gün başqa televiziya, bəli. Bəs sən niyə çağırırsan? Sual yaranır. Bəs sən niyə çağırırsan? Başa düşmədim. Sən sual verdin ki, nəyi təbliğ edirsiniz? İndi nəyi təbliğ edirsən? Ay, Səidə, hə? Bəsli ikili oynadın. Kimət xoş gördük. Bəsli ikili oynadın. Bəsli prim oynadın. Əmin ol ki, səni elə bir günə qoyacaq ki, bu ölkədə sənin efirinə baxan olmasın. O primlərlə sən durub nəsə özünə ala bilməyəsən. Bəlkə qaydı təzdən bal reklam eləyəsən. Bu cəmiyyət sənin kim olduğunu biləcək. Demişsin rəqsanəni bağışdısan, kişi qızı deyilsən.
Mən sizə bir şey deyim Rəqsanə xanım. Aha. Mən sizlə bağlı məsələdə gördüm bunu. Mənim çox sayda izləyicim dedi ki, Səidə xanım böyüklük sizdə qalsın, siz onsuz da o ürəyin sahibi. Hansı böyüklükdən söhbət gedir? Bu adam sadəcə artistlik eləyir. Vallah da, billah da artistlik eləyir. Bu adamın başqa bir əvvələ baxma, ha, məcburi köçkün məsələlərindən gətirib qoymuşdun, insanların həssas yerini tutmuşdun, ha. Burada bu oyun oynaya bilməyəcəksən. Burada oyun oynaya bilməyəcəksən. Sən qadın ola 1 milyon qaçqına söydürürdün. Niyə? Qaçqın kimisi evinə girib. Sən özün Sumqayıtda, kotejdə kimisi evinə girib çıxmayıb. Sən atan, əmin, nənən, baban, sən onlara daxil. Kotejdə Nərman kişinin evinə girib çıxmamısınız. Gördün necə açıldı söhbətlərin üstü? Gördün necə səsin batdı? Hə? Bunu kilitli, bunu deyə görüm, bunu parolun. Satın telefon özüm ölüm. Deyir mən sən falanı qurban eləmişəm. 44 866. Aha. Qulaq Yox, sən. deyir, Siz onsuz da o ürəyin keçsin sahibi, siz bəhsini bağışlayacaqsınız. Aha, dəyin. Sizə orada dəstək olanlar burada mənə yazırdı ki, Rəqsanəni bağışlasan kimin... Biri mən Rəqsanəyə dəstək olmuşam. Mən harada demişəm ki, məsələsi deyirəm də. Rəqsanəni bağışlasam. Mən şəxsən demişəm ki, Rəqsanəni o məhkəməyə versin. O məhkəmədə gəlib iştirak eləyəcəm mən, vətəndaş olaraq. Orada blog da çəkəcəm demişəm. Rəqsanə o məsələdə polna haqlı idi. Sadəcə olaraq bəzi sözlər onu haqsız duruma saldı. Bəzi sözlər. Və hamı bilir ki, sən mənəvi tərəfdən çox kasad adamsan. Həbsxanada olan bir adam. Özə Rəqsanə yenə deyirəm. Mən günü bu günə qədər heç kim məni inciməsin. Bu mənim şəxsi fikrimdir. Mən inanmıram Rəqsanə kiməsə yarım milyon borcu olan. Mən açığı deyirəm. Mən bunu öz içimdən deyirəm və situasiyadan bəzi məqamlara baxıb deyirəm. Detallara getmirəm. İş məhkəmədədir. Sən Rəqsanəyə hələ məhkəmə qərar verməyib cinayəti ilə bağlı. Sən Rəqsanəni cinayətkar adlandırdın və dedin ki, sənin qızın niyə sənə görə müraciət eləyir? Kimliyindən asılı olmayaraq, əgər konstitusiya ona qadağa qoymursa bununla bağlı, o onu eləyə bilər. Yəni sən bunu bədəyə tənqid eləyə bilərsən, amma bir qadın olaraq bir qadını yox. Neçə idi qaqa? 44 nə? 44 866. Bütün bərdə bildik. Aha. Bütün bərdə bildim. Dayan, burada başlayın. Sütunu boyunca mən onu istəyəcəm. Sütunu boyunca başına çox pis ağrıdacaq. Çox pis ağrıdacaq onun başına. Qoysun sütunu ortalığa. Cəb eləyirəm. Cəb eləyirəm, danışıram. Tənqid eləyən jurnalistəm. Yenə edirəm, faktı göstərirəm. Üzərindən də danışıram. Heç kimin şərəf həqiqətinə alçaltmadan, heç kimin əxlaqına toxunmadan, heç nə demədən fakt üzərində danışıram. Faktsız danışıram. Dostlar, xahiş eləyirəm. Ekranı bəyənin, paylaşın. Bu deyirəm, mən Fazili təhqir eləməmişəm. Onu mən faktla qoyacam ortaya. O deyir, mən səfərlə nəyə debata çıxım? Sən səfərlə debata çıxa da bilməzsən. Valla, billah, sən səfərlə debata çıxa bilməzsən. Çünki səndə o potensial yoxdur. Səndə o argument yoxdur. Amma məndə o qədər argumentlər var ki, səni darmadağın eləyərəm. Yəni adam bu qədər ziddi. Gəl açıq. Açıq elə oynayaq. Oturaq canlı yayımda. Sən də, mən də. Danışaq. Sən deyirəm, mən Fazili təhqir eləməmişəm, mən qoyum ortaya. Sən deyirəm, mən məcburi köçkünləri təhqir eləməmişəm, mən qoyum ortaya. Və sənin sözün olmayacaq danışır. Çünki auditoriyanın qarşısına danışırsan sən. Bildin sən? Yəni cəmaat sənin üçün qoyun zat deyil. Necə? Mümkün deyil ki, onları boynuna ala deyə həddiz deyilsən təhqir. Qardaş, bu adam bilsən nə deyir? Deyir ki, mən eləməmişəm. Bax, mən məsələn, durum deyim ki, mən sən haqqında danışmamışam. Sənlə nə debata gəlmirəm. Sən bunu mən necə sübut eləyəcəksən? Necə? Mövzunu özü təzəliyib də. Mövzunu özü təzəliyib. İndi bir dəqiqə darıxmayın. Sözü fırlayır, sözlə oynayır. Mənə izləyicilərim çox yazırlar ki, deyirdiniz mənə izləyicilərim çox yazırlar ki, deyirdiniz ki, bağışlamayacaqsınız Rəqsanə İsmailovanı, necə oldu bağışladınız filan. Mən deyirəm ki, mən bağışlamazdan bağlı ümumiyyətlə açıqlama verirəm. Bax, bir dəqiqə baxın. Deməli, Rəqsanəni bu belə şantajla gətirib. Nə qədər vaxt soruşurlar, deyir, mən hələ deməmişəm, bağışlamışam. Yəni bu adam, üzr istəyirəm, indi durum məhkəməyə verə bilər də. Mən biləm, bunun 6 ay nə qədər müddəti var, ondan sonra verə bilməz. Deyir ki, mən hələ deməmişəm ki, Rəqsanəni bağışlamışam. Rəqsanəni dəvət edib, Rəqsanə gəlməsə, Rəqsanə olurdu bundan abıjnik. Və ondan sonra başlayırdı Rəqsanəni bir şey verirdi məhkəməyə. İndi mən oranı qoyacam, bir dəqiqə gözləyin.
Bu telefonda nə deyim mənə? Orada Sən nə deyə işin? bax. Mənə izləyicilərim çox yaxın. Hə. Verilişində ki, biz barışdıq, Səidə xanımla bir qazan dolğa pişirəcəm filan. Sonra görürəm ki, çox israr edir izləyicilər. Mən onların o marağını əslində anlayıram da. Çünki onlar bilir mən elə xarakterli adamam ki, mən dedimsə onun sona qədər gedərəm də. Amma deyirəm bəzən elə bir şey olur ki, o hamı Dostlar, xahiş edirəm ekranı bəyənin, çox xahiş edirəm. Xahiş edirəm ekranı bəyənin, çox xahiş edirəm ekranı bəyənin, paylaşın. həyatında baş verən bir şeydir və bütün nəslivi qurban vermək istəyərsən də. Ama ben size göster. Sıradan mı taban? Bu dünyanın Bir dəqiqə, mən Mənə yazırlar ki, demiş, sübutunu qoysa mən ondan üzr istəyəcəm. Bir dəqiqə. Sanənin o, mənəm, Hə. belə eləyərəm, qoyaram, çıxardaram. Fikirə bilsiz niyə haqq qazandırdım? Çünki Rəqsan İsmailova həbsdən çıxan günün səhərsi. Onu Space Tolik çağırdı. O bir gün başqa televiziya, o bir gün başqa televiziya, bəli. Rəqsan İsmailova anladı ki, o çox dəyərli bir iş görən və çox dəyərli bir sənətçidir. Mən oynamağı çox istədim video çəkim. Çox istədim. Sadəcə o məsələ dedim ki, əşki nəyinə lazımdır, kim istəyir çıxarsın. Kim istəyir neynəsin. Bəli, biz onu qəhrəman eləyib efirə çıxardanda Rəqsanə bugün belə danışmadı. Sanənin o İndi sual verirəm. Adama deyərlər, yaxşı, sən Rəqsanəni niyə efirə çıxartdın? Niyə çıxartdın? Nəyi təbliğ eləyirsən? Darıxmayın. Dayan bir dəqiqə. Politik milik sürüyürdüm bunun üstündə. Bir dəqiqə. Dəhşət bir şey. Vallahi. Həqiqətən. insanların mənəviyyatı niyə bu günə düşdü? Elə bilirsiniz ki, narkotikdən az ziyan verir, babuş və onun kimilər bugün cəmiyyətə. Dəyərli izləyicilər, dekabr ayının 17-sidir. Bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Müğənni Rəqsanə İsmailova həyat yoldaşı Fazil bəydən boşandığını etiraf eləyib. Belə ki, o həyat yoldaşı Selam aleyküm. Yəni bütün kənd, mən sizin hər söyləyiniz, bütün kənd. mən o videonu səndə var səhifəndə o video, Fazillə bağlı danışdığı. Mənim səhifəmə bax. Bir dəqiqə bu TikToka girin buradan. Bu TikTokardan girin mən, hə buradan. Səhifənin adı nə gedir orada? Ekran üstündə yazmışam ki, Səidə Bəşir qızı üslubunu dəyiş, həmin videoya gir. Bildim. Sən ad nətər gedir? Yusif, hə bir dəqiqə. Kamil oldu da. Tapma da deyir, gözü görüm. Hı yaz. İngiliz şəriflərini. Nə yazım? Sıhı yaz. Yusif Şamiloğlu'nun İngiliz şəriflərindən sıhı. Sıhı nədir? İko sən bir dənə bax sən baxdın. Ha, Amil. Videonun üstünə yazı kimi yazıb qoymuşsan. O yazı kimi yazmışam ki, Səidə Bəşir qızı üslubunu dəyiş. Həmin videoda o var. Yox, videonun üstünə yazıb qoymuşsan, də video yoxsa altına. Böyle görsəniz də videoya daxil olmaq üstündə. Vallahi mən söz. Evet. Bir dənə İngilis şəriflə yaz. Yusuf Şamiloğlu yaz. Orada bilsiz dostlar nəyə qoymaq istəyirəm? Yalansın deyir mənzilinə qədər. Onu da göstərirəm. Bu axşam məsələni bağlayam. Çünki daha ciddi mövzular var. Demək istəyirəm ki, Səidəni əvvəllər burada ürək qoyanlar var idi ha. Həmin adamlar indi görəsən hardadır? Hardadır o adamlar? Versən daha çox yazılmır ha, ona dəstək yoxdur ki. Yazır ki, Səidə, Bahili ilə Yusuf o yazır ki, Səidə sizin kimi kişilərdən 1000 dəfə yaxşıdır. Sən zəhmət olmasa bunu sənə yazdıranın evindəki kişilərə bax. Gör orada bir kişi var. Ay Bahila Yusubova var, elə bir kişi orada. Var. Sənin ətrafında bir kişi olsa sən belə şey yaza bilməzdin. Buna əmin ol. Və buna da bir şübhən varsa Yusuf yaxındadır. Mən biraz uzaqdayam. Gedə bilərsən. Bildin? 200'lü adamın qadını kişisi olmur. Nə də ki, hansısa bir qadına bu kişi kimi qadını deməyə də xoşlamıram. İnsan kimi insan olmaq lazımdır. Dünənlər adamın ərini təhqir eləyib. Bugün çıxın mən onu təhqir eləməmişəm, mən onu tərifləmişəm demək o söz işte. Bax bu günləri bir adamı təhqir eləyib efirdə.
Səhər çıxım mən onu tərifləmişəm, təhqir eləməmişəm. Demək, həyasızlığın yekəsidir. Həyasızlığın. Bax, məcburi köçkünlərə də belə şər atırdı, ha. Vaxtilə özü gedib, başqasının evinə girib çıxmayan adam, məcburi köçkünlərə, sən təşəkkür edirəm, məcburi köçkünləri onun bunun evinə girməkdə ittiham eləyirdi. Mənim nəslimə heç kimin evinə girən yol olmayıb. Amma sənin özün, atan, anan, əmin, baban, nənən, hamınız komplet bir evə girib çıxmamısınız. Sumqayıtda kotejdə. Yalan deyirəm, denə yalan deyirsən. Tapdan onu, Yusuf Şamiloğlu.